Xoş gördük, hörmətli izləyicilər. Biz bugün Kürdəmir rayonunun Kərrar qəsəbəsində sizi çox istedadlı bir qızımızla tanış edirik. Onu sizə təqdim etmək istəyirəm. Buyur, adın, soyadın? Adım, soyadım Əlizadə Fatimə, ata adım Mürəddin. Neçənci ildə hardan anadan olmuşsan? 2015-in 10 fevralında anadan olmuşam Kürdəmir rayonunda. Orta məktəbə harda getmisən? Orta məktəbi 1-ci sinifi, yəni Kərrar qəsəbə təhsil məktəbində getmişəm. İbtidai sinif müəlliməm Səidə Xanlarova olub və 4-cü sinifdən monitorinqdən 50 bal toplamağımla bir saylı tam orta məktəbin istedad sinifə Yüksək nəticə topladığına görə, yəni bir saylı məktəbə keçmisən. İstəyərdim, məktəbdə ən çox oxuduğun dərsləri deyərdin. Hansı dərsləri çox gözəl oxuyursan, sevirsən? Riyaziyyatla Azərbaycan tarixini daha güzel oxuyuram. Ümumiyyətlə 4'ün var? Yox. Yoxdur. Məndə bütün fənləri yaxşı oxuyursan da, yaxşı sevirsən. Bəs ən çox sevdiyin müəllimlər? Ən çox sevdiyim müəllimə Səidə Xanlarova və Zülfiyə Mahmudova. Onlar hansı fəndən dərs deyir? İbtidai sinifdə Səidə Xanlarova, 5-ci sinifdə isə Zülfiyə Mahmudova, yəni riyaziyyat müəllimi. Bəs böyüyəndə kim olmaq istəyirsən? Böyüyəndə cərrah olmaq istəyirəm. İnşallah arzularını çaparsan. İstəyirəm, uğur nailiyyətlərim var burada. Onları izləyicilərimizə təqdim edirsən, özün danışırsan. Buyur, göstər. Bunu 1-ci sinifdə 500 bal toplayaraq almışam. İlk əldə etdiyim uğurumdur. Sonra o biriləri təqdim elə. Bu ikinci əldə etdiyim uğurdur, 520 baldır. Çox gözəl. Bu ikinci uğurum. Bu üçüncü uğurumdur. Burada 610 bal toplamışam. Çox gözəl. Bu isə dördüncü uğurumdur. Burada isə 645 bal toplamışam. 645 bal. Çox gözəl. İnşallah ardı gələr. Gözəl nəticələrin olar. Boş vaxtlarında nə iş görməyi sevirsən? Boş vaxtlarımda rəsm çəkirəm. Bir çox kitablardan test işləyirəm. Rəsm belə var, əldə çəkdiyim, yoxsa? Çəkdiyim rəsm albumunda var. Varındır. Bəli. Birazdan zəhmət olunsa gətirərsən, onu da təqdim edərik. Belə nəsə ürəyindən keçir, şeir demək, nəsə bildiyin şeirlərdən birini. Mən Qaliblər mahnısını deyə bilərəm. Hə, buyur. Bizi dağlar qartalı tək böyüdən, bir ana səni doğma yurd vətən. Bizi dağlar qartalı tək böyüdən, bir ana səni doğma yurd vətən. Öz mahnını öyrədirsən bizə sən, qaliblərin mahnısıdır bu mahnı. Öz mahnını öyrədirsən bizə sən, qaliblərin mahnısıdır bu mahnı. Bu mahnıda ötür aylar, fəsillər, ağ günlü bir dünya qurur nəsillər. Bu mahnıyla ötür aylar, fəsillər, ağ günlü bir dünya qurur nəsillər. Qulaq verin ellər, ellər, ay ellər, qaliblərin mahnısıdır bu mahnı. Qulaq verin ellər, ellər, ay ellər, qaliblərin mahnısıdır bu mahnı. Çox sağ ol, təşəkkür edirik. İndi istəyərdim o balaca oğlan da özünü təqdim eləsin. Buyur, adın, soyadın? Hüseyn Özgür. Ata adı Gülüz. Sən neçə sinifdə oxuyursan? 3-cü. 3-cü sinifdə. Hansı məktəbdə oxuyursan? 2-ci. 2-ci sinifdə. Hansı məktəbdə oxuyursan? Kərrar qəsəbəsi. Sən dərslər necə oxuyursan? Boş. Bəs ən çox sevdiyin dərslər, fənlər, müəllimlər? Riyaziyyatla Azərbaycan. Çox qəşəng oxuyursan. İnşallah sən də gəl, çəkərik bir dəfə. İndi bacını çəkdik. İstəyərdim ki, müəllimələrinə sən təşəkkür edeyim, çox sağ ol deyim. Yəni, müəllimlərin nəticəsində, yəni ki, belə uğur nailiyyətlərim var. Valideynlərinə də təşəkkür edək. Yəni, inşallah onları da əziyyətin yerdə qoymazsan, bütün arzularına çaparsan. Bizə də sənin uğur nailiyyətlərini işıqlandırmaq düşər. Çox sağ ol, uğurların bol olsun. Sağ ol.